Namaz qılarkən xuşulu olmaq olduqca əhəmiyyətlidir, vacibdir. Alimlər və elm əhli namaz qılarkən xuşulu olmağı namazın vaciblərindən, mühüm əsaslarından hesab edirlər. Hətta bəzi alimlər xuşusuz qılınan namazı səhih, doğru qəbul etmirlər. Namazda xuşulu olmaq üçün gərək insan gündəlik həyatına fikir versin. Gündəlik həyatında danışdığı sözlərə, etdiyi hərəkətlərə, yediyi qidalara, qəbul etdiyi içkilərə fikir versin. Ona görə ki, bütün bunlar halal, yaxşı olan zaman insanın qəlbin İslama, imana, ibadətə açır. Qıldığı namazdan, oxuduğu Qur'andan, etdiyi zikirdən ləzzət, fayda, xeyir alır. Bütün bunlara fikir vermək. Namazın vaxtı daxil olduqdan sonra azan oxumaq. Namaz qılmağa başlamamışdan qabaq namazın vaxtı daxil olduqda azan oxumaq. Sünnət namazlara fikir vermək. Xüsusilə də fərz namazlarına bağlı olan ratibə sünnələrə fikir vermək. Sübh namazından qabaqki 2 rükət ratibə sünnə namazı, zöhr namazın fərzindən qabaqki 4 rükət ratibə sünnə namazı, eləcə də zöhrün fərzindən sonraki 2 rükət ratibə sünnə namazı, asrın fərzindən qabaq 4 rükət sünnət namaz, məğrib namazının fərzindən sonraki 2 rükət ratibə sünnə namaz, işa namazının fərzindən sonraki 2 rükət ratibə sünnə namaz. Bu sünnət namazlara fikir vermək. Gecə namazı, gecə vaxtı qılınan, gecə namazı, qiyamul leyl, vitr namazı, eləcə də gündüz vaxtı qılınan duha namazı, bütün bunlara fikir verib, bunları qoruyub saxlamaq. Gündəlik çoxlu Qur'an-ı Kərim oxumaq. Gündəlik çoxlu Qur'an-ı Kərim oxumaq, zikr etmək və dualar eləmək. Zikr etmək və dualar etmək, bütün bunların hamısı insanın xuşulu olmağına təsir edir. Əlbəttə ki, namazı mənasını bilərək qılmaq insanda xuşunu daha çox artırır. Namaz qılarkən namazın sözlərin mənasını bilmək, oxuduğumuz açılış dualarının mənasını bilmək, oxuduğumuz Fatihə surəsinin, eləcə də ondan sonraki Zəmm-i surənin mənasını bilmək, rükuda deyilən zikirlərin, səcdədə deyilən zikirlərin hamısının mənasını bilmək, Ət-Təhiyyatü duası, Allahümmə salli, Allahümmə bərik, bütün bu dualar insanı namazda xuşulu, onu ibadətin içərisində möhkəm və sabit edir. Namazdan sonraki zikirləri qoruyub saxlamaq. Namaz qılıb bitirdikdən sonra iş üçün və ya başqa bir şey üçün getməmək, yayınmamaq, birbaşa oturub zikirləri etmək. Namazdan sonraki sünnədə gələn zikirləri etmək. İnşallah insan bunları qoruyanda namazında xuşulu, ixlaslı və təqvalı olur.